Salam əziz tələbələr, indi isə qəbul imtahanında istifadə olunmuş növbəti bir sualın izahına baxırıq. Ardıcıllığın analogiyası mövzusuna aid olan test tapşırığıdır. Gəlin görək necə həll olunur. 1, 2, 3-cü sətirlərin ardıcıllığını yazaq. Birinci sətirdə ardıcıllıq bu formada gedir. 3-dən 4-ə gedəndə gördüyünüz kimi 1 gəlir, daha sonra 3 gəlib üstünə, daha sonra əlavə edir 5-i, 7, artıq mən orada toplama əməllərini yazmıram. 7, 9 və 11. Bu formada ardıcıllıq gedir. İkinci sətirdə də yenə artma ilə gedir gördüyünüz kimi. Yəni burada artıq birinci və ikinci sətrin uyğunluğunu tapmalıyıq. Və burada gördüyünüz kimi 2 gəlir, daha sonra 4, daha sonra 6, 8, 10 və 12 ardıcıllığı gelir. İlk iki sətrin ardıcıllığına fikir verin yoldaşlar. Gördüyünüz kimi baxın. Əvvəl 1 gəlmişdi, indi 2 vahid artırdı. 3 vahid artırmışdı, burada 4 vahid artırdı. Yəni birinci sətirdə verilmiş toplama əməllərini sadəcə olaraq biz 1 vahid artıraraq ikinci sətrin ardıcıllığını tapmışıq. Buna əsasən gəlin indi 3-cü sətrin ardıcıllığına baxaq. Mən burada görürəm ki, 32-dən 31-ə getmək üçün 1 çıxıblar. Görürsünüz, bu hissədə 32-dən 31-ə düşmək üçün 1 çıxıblar. Deməli, mən nə etməliyəm? Elə bir variant axtarmalıyam ki, birincidən ikinciyə keçid elədiyimiz zaman 2 çıxılsın. Daha sonra baxıram ki, 3 çıxıb, 5, 7, 9 və 11. Yəni burada sonuncuda fikir versəniz, 7-dən 11 çıxıb mənfi 4 yazmışlar. Ümumiyyətlə, mənfi olan testlərin əksəriyyətində bilin ki, çıxma əməli var içərisində. Yəni artıq fikirləşməyə ehtiyac yoxdur bunun. Və biz də təbii ki, 4-cü sətrin ardıcıllığında 3-cü sətirdə verilmişlərin bir vahid çoxunu yazmalıyıq. Və buna görə də minus 3 olur minus 4, çıxaq 6 və hərəsini bir vahid artırıq təbii ki, 8, 10 və 12. Yəni elə bir ardıcıllıq, elə bir variant seçməliyik ki, onlar arasındakı ardıcıllıq çıxaq 2, çıxaq 4, 6, 8, 10, 12 formasında geçsin. Bunu da təbii ki, variant olaraq axtarmaq lazım. Baxın, imtahanlarda adamı, tələbəni belə çaşdırırlar ki, məsələn, 2, 4, 6, 8 görürsən ki, bura qədər gəlirsən və variantı götürürsən, amma səhvi son hissədə verir. Ona görə də həmişə diqqətli olun. Və beləliklə düzgün cavabımız olur burada. D variantı, çünki gördüyünüz kimi, baxın, bizə hansı ardıcıllıq lazım idisə onu veriblər. Çıxaq 2, çıxaq 4, çıxaq 6, çıxılsın 8, çıxılsın 10, çıxılsın 12. Yəni sona qədər düz getdiyi üçün düzgün cavabımız olur burada D variantı. Bu formada əldə edə bilərik.